Hər kəsə salam. Necəsiz qızlarım? Nə var, nə yox? Keyfiniz, əhvalınız. Neçə vaxt sonra qızlar saçlarımı belə yığdım. Gedirik qonaq. Gedirik Vəfa xanımgilə. Mənim üçün çox dəyərli, çox əziz olan. Həqiqətən də Vəfa xanımı o qədər çox istəyirəm ki, qızlar, xətri mənə dünyalar qədər əzizdir. İndi gedirik onlara. Gedək hamısını sizlə bölüşəcəm saçımın gündən. Sizcə saçı yığmaq yaraşır, yoxsa yox? Aslında evə gedirik də, ev havalı. Qızlar, evdən çıxdıq, gedirik inşallah. Sumqayıtda olur, hə, Tacir? Vəfa xanımgil. Hə, gedirik Sumqayıta. Sumqayıtdan izləyicilərimiz selam olsun. İndi oradan izləyicilərim yazacaq ki, niyə bizə xəbərləməmsən, görüşək. Qızlar, gəldik, çatdıq Sumqayıta. Hoş gəlmişsiniz. Mən Sumqayıtı sevirəm də. Qəşəng yerdir bura. Məni istəyir, hə. Təsdiqliyor annesini. Hə. Ay Allah, nə qəşəng də bilir arkadaşları. Hə, nə deyirsən aşkım, de. Arkadaşlara de sözünü. Hi guys. Hi guys. Kızlar, bu arada necə azmışamsa, heç belə evdə yemədim. Niyə yemədim? Burada McDonald's gördüm, elə bir acımaya Tacir. Tacir, ev mənim McDonald's ürəyim istəyir. Az axtarılır. Az axtarırsan? Amma bu dolar deyib abi. Tacir az axtarır, mən McDonald's. Sumqayıt tanımıram. Bura haradır qızlar? Bulvar. Yo, Sumqayıtın girişidir də bura. Amma qəşəng yerdir ya. Vallahi səhərdə Sumqayıt qəşəng yerdir. Həndə hər şeydə var. Hər şeydə var O vaxt maşallah. elə köçürdük də. Sən Allah Vallahi. De bura köçürdük özdə. Hə, niyə küsmədik görəm? Bura gözəl. Təzədən olmuş. Hər şeydə var. Pizza, Bulvarın qırağı qəşəng. desert zadə. Buranın havası qəşəng təmizdir. Xaçmamam bizdə hələ Bağça qalır. Sən ev almağa deyər, mən buranı bəyənirəm. Xaçmamam bizdə yayda var. Elə qəşəng mehli olur ki. Qızlar, gəldim Azaya. Buradan tortu çəkirik. Hansı tortu? Mən bilirəm qızlar, bu qəşəngdir, həm də böyükdür. Bunlar xırdadır, bunlar böyükdür. Bunlar yaxşıdır. Aycan, acmışsan? Acdın? Hə, ye, ömrüm, ye. Yola verməyə var mənə. Bilə, Nə istəyir görsədə Tacir? 9 dəqiqə. Qız da mənə deyib ki, başını qət sürət. Gəldik, çatdıq, qızlar. Gəldik, çatdıq, qızlar. Ay, hara getsən? Hə? Hoca qalığıma yoxdur. Neyse, mənə danış. Hə, top. Ay, Melis'im bir dayan, bir dayan. Çay. Saçım yaman qaldı, saçlarım. Mən səni görürəm. Aycan, bak mamaya. Ne oldu? Yaman heyecanlandın, hə? Hadi yedim. Hadi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Gəldik, çatdıq Vəfa xanımgilə. Şəhidimiz İzzət Həmidov. Gəldik, çatdıq. Vəfa xanım, necəsiz? Nə var, nə yox? Sağ olun canım. Yaxşı olasınız. Maşallah gözəlləşmisiniz. Çox sağ olun, xoş gördük. Deməli, Vəfa xanım Merisin ad gündə sağ olsun Tacir. Qəşəng paltar tikib gətirib. Toba dostlar, mən o paltarı görməmişəm. Vəfa xanım özü də o boyda əziyyət çəkib. Nə gözəldir. Əllərinizə sağlıq. Çox qəşəngdir. Çox qəşəngdir. Bir paltar Hə. falan vermişdi ki. Hə, bəs sən kimə vermirsən o paltarı? Tam dəqiqdə yadımda deyil. İndi o fikri götürüb gedib Taciri. Vəfa xanım sağ olsun, bizə çox gözəl hazırlıq edib. Valla bayaqdan dedim heç bir əziyyət çəkmə, amma İndi 2 saat yenə qabaq də dediniz də, yəni çoxdan desəydiniz daha. çox sağ ol, ürəyim var ol. Təşəkkür edirəm. Bilirsiniz ki, mən çox sevirəm. Çox sağ ol, qadan alaram. Melis gör necə öyrənib Elvin qardaşa. Gələndən əl çəkmir. Nazlanır, hələ Belə sakit qız da durur. görəndə başlayıram evindən dalaşıram ki, sən də Evlən, bəli. Nə var inşallah toy? Toy nə var? Qismət. Gəl onu evləndirək. mütləq. Bu salatın adı nədir Vəfa xanım? Vəfa salatı. İçində nə var? İçində hər bir şey var. Qarğıdalıdır deməli. Nardır, Qaroqdur, qaroqdur, kökdür. köçdür, hə. Çuğundur var, qırmızı Elə məncə ən faydalı salatdır deyərəm. Çünki içində hər bir şey var, hamısı da təbii. Qızım ver mənə. Necə Tacir? Çəkim sənin üçün. Doğrudan da. Çünki orada Vəfa xanımın adı var. Can. Deyir doğrudan da adı. Evdə deyəcək, ancaq mənə hazırla. Evdə deyəcək. Gəlsin.
Maşallah Vəfa xanım da yeyir, Hə, görürsüz. bəyənir. Yeməyini bəyəndi. Sağ ol. Nuş olsun mənim qızıma. Çox sağ ol Rəm. Nuş olsun. Hə. Amma bu salat qızlar həqiqətən çox ləzzətlidir. Tamam. Bax, buna baxın, mən bir boş qab çəkdi, hamısını da yedim. Tacir da yedi, Nicar da yedi, qutardı. Sağ ol. Çünki həqiqətən çox Nuş ləzzətlidir. olsun. Sağ ol Rəm, qadanalarım var Nuş olasın. olsun. Canım siz mənim. Mm, Ay. Aferin. Tatlıdır qızım. Mən dedim yeməz qoyum da. Hə. Elə tam oradan götürürəm. Götüyünü yeyir, amma dolma sevmir. Ye qutar. Soku hansı bir sokun da üstündən içsin, biraz geçsin. Az qaldı. Al, iç. Beh. Oy. Şeydir. Ne diyorsun? Hə Melis? Açayız. Aha. Bura gələndən ancaq Elvin qardaşından Vəfa xanım baxıb da yəni. Yazdım sən. Kol. Melis. 559 yes. Görüm. Şeydə də sok keyf edir. Onu qaçır. Melis, arkadaşlar de. Arkadaşlar de. Ya arkadaşlar de. Çağır arkadaşları. Gel bastona bak hadi. Görmeye kim danışır? Melis. Beləncə reklam verir. Arkadaşlar. İzzət qardaşımızın xatirələri. Allah bütün şəhidlərimizə rəhmət eləsin inşallah. Asine kurban oğlum eve. Asine diyalımı gezdirirsin. Ne diyorsun? Ne gülüşüne bak. Ya bize gene video çekek de içimiz. Bu ayaqdan ne çəkirəm? Can. Gel. Gel sen kek bakalım. Kekiyorum. Sen bize hoş gelmişsin. Al. Kekiyorum. Gel. Bak. Başında ne söylediği böyle öğrenip. Adına o bile benim. Gel. Sen niye saçını açtın aşkım? He? Melis saçını niye açtın? Oo, qaçdı qaqasının yanına, oturub qaqasıyla qəşə oynuyor. Ne var? Qaçıb qaqasının yanına oynuyor. Hə? Qoydu bunu. Qaqanı çox istədin. Saçını da asdı 2 dəqiqəyə. Qaqa qəşəkdir. Yıxılarsan. Bax, qaqanın yanına gəl. Yıxılarsan. Hə, çək görüm neçə kilosan? Neçə kilo oldun? Aa, 12 kilo olub Melis. Qaqa yox, o bacıdır. Bacı dedi. Gəl. Bax aşkım. Haydi. İmkan vermir şəkil çəkdirsinlər. Qaçdı da. Bizi qovalayıb özləri şəkil çəkdirdi, gördünüz dostlar. Saat neçədir? Sən saata baxın. Saat 11. Vaxt uçdu, vaxt necə tez getdi Quran haqqı. Xeyli qiymət verdi. Getdin ətir götürdün, üstünü başını nə günə salıb. Ay Allah. Götürdü hə? Gəldi götürdü taxtan. Mesela atan çağır, Tacir. Gələn Tacir. Öz danışanda qaşa bir dənə bax. Tacir, ucum. Baş belə qalmır. Hə? Nə? Boğazın altına o şey edir. Melisa. Ətir olur adını. Hə, götürüb ətiri. Baba elə gedək. Əmin Masirə gedək. Bay. Sağ ol. Qızlar gəldik, çatdıq evə. Şükür Allaha. Yol üstü gələndə Tacirin nənəsi ilə getdik, görüşdük, biraz da onlarda oturduq. Artıq saat 2-yə işləyir. Biraz yorulduq. Amma inanın bugün o qədər çox qəşəng keçdi, hədsiz dərəcədə çox qəşəng keçdi. Buradan Vəfa xanıma çox təşəkkür edirəm. Qonaqpərvərliyi üçün. Yəni eşitdi biz gəlirik. İnanın Allaha, gördünüz də zaten göstərdim. 2 cür dolma, nə bilim, belə 4 cür salat. Yəni çox qəşəng qarşıladılar bizi. Buradan çox təşəkkür edirəm Elvin qardaşa da, Vəfa xanıma da. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah bütün şəhid ailələrinə səbir versin inşallah. Amma həqiqətən də Vəfa xanım mənim üçün bir başqadır. Mənim qəlbimdə, Tacirin qəlbində, ümumiyyətlə bizim ailədə Vəfa xanım çox başqadır. Onu o qədər çox sevirəm ki, xanım olaraq
Ona çox böyük bir hörmətim var. Allah ona səbir versin inşallah. Öpürəm onun əllərindən çoxlu bütün şəhid valideynlərin əllərindən öpürəm. Çox qəşəng bir vaxt keçirdik. Melislə çox qəşəng oynadılar. İndi inşallah növbə bizdədir. Biz qonaq çağıracağıq. Sonra inşallah ağlımızda çox qəşəng yerlər var. Oraya getmək istəyirik. İnşallah oraya gedəcəyik. Bayram da çimçim elədi gəldi. Çimçim elədi gəldi. Cicar sən işimizdirdi. İndi bacışqolarım, indi istəyirəm ki, əynimi dəyişim, yatım. Sabaha qəşəng pozitiv oyanım. Sizlər üçün vlogumuzun davamını çəkim. Biraz da ev halını çəkəcəm. Ondan sonra da vlogumuzu sonlandırıb sizlə paylaşım eləyəcəm. Üzümə baxın qızlar. O qədər qəşəngdir. Ofşun əllərinə sağlıq. Dodağım prosto qızlar görürsünüz. Bu hissəsi çox şişib. Çünki mən bu tərəflərin heç birinə vurdurmadım. İmini bura elədim ki, burada məndə bilirsiniz qaydasız döyüşə getmişəm. Asimetrik var idi. Və burada görürsünüz çapılı. Bu məndə qızlar qaydasız döyüşdən qalıb. Yəni bunu heç kim düzəldə bilmir. Bu hissəsinə vurdurmadım. İmini bu tərəf elədim ki, burayla bu eyni olsun. Çünki uca kompleks yaşayırdım. Amma belə artıq şişdirib elətdirmədim. Belə abarıq eləmədim. Nə alta, nə də bu hissəyə vurdurmadım. Gördünüz də videoda yəqin ki, dünənki videoda paylaşmışam. İmini bu hissəsinə. Bu eyni olsun. Bir də belə qəşəng yanaq, çənə elədim. Bir də botoks. İndi botoksum 3 gün sonra effektini yavaş-yavaş göstərəcək. 14 gün sonra da tam oturacaq. Sonra korreksiyaya gedəcəm. Onu da hamısını sizlə bölüşəcəm. Yeni gündən hər birinizi salamlayıram. Sabahınız xeyirli, gününüz uğurlu olsun. Bu qız səhər-səhər oyanıb. Gəlib ki, mama mənə bulva ver, mənə appa ver. Bu arada Melis'e yemeği hazırlayanda da kızlar elimi yandırdım. Buna bakın, iki taraftan yandırdım. Değdi qazana. Ama neyiniyək? Ev yox. Dudağıma bakın kızlar, hələ də şişdi. Dənə şişi tam yatsaydı bilərdim nə var nə yox. Gedim indi özümüzə də kızlar qəşəng yemək hazırlayayım. Melis'e günorta yeməyi hazırlayayım. Mən yemək hazırlayacağım. Kızlar Melisa'nın yeməyi hazırdır. Deməli bunun içərisində nələr var? Mən uşaqlığından həmişə Melis'e bu yeməkdən hazırlamışam. Çox ləzzətli, çox dadlıdır. İçərisində soğandır qızlar, sarı kökdür, duzdur. Yəni hərəsindən çox az əlavə eləmişəm. İndi zövqə görə dəyişir. Böyük olsaq, amma uşaq deyə təbii ki çox az atmaq lazımdır. Kökdür, brokolidir, kartofdur. Sonra nə var idi? İçində biraz göylərdir. Belə. Bir də ət var, ət. Çəkilmiş ət var içərisində. Görürsünüz, heç bilinmir. İçərisində çəkilmiş ət var. Bunu hər gün vermirəm qızlar. Sübh hər gün vermirəm. Amma həftədə 3 dəfə, 2 dəfə belə verirəm. Çünki normal yemək yeyir də Melis. Amma bunun içərisində vitaminlər var deyə bunlardan da davamlı şəkildə verirəm ki, bezməsin. Bunu ancaq versəm bezəcək. Burada da qızlar bizim yeməyimiz hazırlanır. Qəşəng sos hazırlayıram. Melis'e yemeği yedirdim. O yemeği birden tez hazır oldu. Bu bizim yemeğimiz. Melis hanım da burada at sapır. Bak. At sapırsan. Bir kızlarla danış görüm aşkım. Yemeğini yiyip diye kızlar rahattı. Melis. Melis. Mən verizini almır. Nigar sağ olsun kızlar. Buranı təmizlədi. Qəşəng pəncərələri sildi. Yağış yağır, bilirsiniz, tez-tez pəncərələr ləkə olur. Nigar sağ olsun, başdan ayağa çöldən, içərdən qəşəng pəncərələri təmizlədim. Mən də yeməyi hazırladım. Yeməyi hazırlayana kimi çıxdım ki, Nigar sağ olsun, təmizləyib. Haycan, gedim indi qızlar, bütün paltarların hamısını yumuşuq. Ümumiyyətcə, evdə paltar yoxdur, yuyulası. Axırıncı paltar yuyandadır. Haycan. Haycan. Məncə də haqlısan sən. Gedim indi qızlar, qəşəng divan örtüklərini falan gətirək. Bütün pastelləri falan yumuşuq. Onların hamısını qatdalayaq, yığışdıraq. Divan örtüklərini də sərək. Biz ayda bu qızın üstündə bir 10 dəfə yuyuruq da divanın üstünü. Bu qız batırır. Aşkım, sən divanın üstünü niyə yazırsan? Yazdın. Kim yazdı? Özü yazdı. Üzün dönə tutulur. Sen yazdın axı. Sen yazdın yazını. Qızlar, maşallah yazmağı da unutmuruq.
Ne olursan aşkım. Döndürür ki bu tarafa çapı. Yıkılarsan hayatım. Sen niye yazını götürdün divanın üstünü yazdın Melis? He? He. Yerlənirsən? Otuzdurum seni. He? Otursan orada. Fikri karşı. Otursan orada. Otur malım otururum. Gel. Hadi canım. Oturak orada yerlənek. Gel. Miau. Oturmuyor. Saçına ne oldu? Saçına. He, gel otur. Gel. Kutuma gel otursan. Ne? Kisi kudu. Aşkım yıkılarsan. Yıkılarsan ya ömrüm. Neyse arkadaşlara salam de. Denen arkadaşlar. Arkadaşlar diye kızlar sana bakır. Bak. Denen arkadaşlar. He. Yine gitti. He. He. Aferin. 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 1, 2, 3, 4, 5. 1, 2, 3, 4, 5. Meske sayak. 1, 2. Haydi. Şey okuyak. Dili bum bum bum. Dili bum bum bum. Acilli. Benim sevgilim Tilli. Oku da. Oyuncaqlarını da yığır ora qəşəng. Oradan var imkan ve oranın hamısını boşaltmışdım kızlar. İmkan vermez ki burada öyle ne sonra ayakkabısına kimi en sevdiği ayakkabına kimi aparı yığır ora. He. Oradan öyle səhər gəlib orada tapmasa qırğın düşər qırğın. Mən getdim. Bye bye. Yaman acıqmışıq. Dəhşət dərəcədə. Nigar heç vaxt acmayan, Nigar da acı. Şunlarla multimedia biliyor. Səbir oldu pişir az qalır. Baba yox Nigar eləmə onu. Bir dənə kişi var TikTokda əvvəl yayılmışdı Nigar. Eləmə onu. Onun gününə düşdük. Necə görsənirəm Meqaliya xanım, onun başına cəhəlləməsinlər. Dəliktan ev halımız kızlar, ev halimiz böyle. Gör neyinir. Gör neyinir. Gör neyinir bu kız. Meqaliya xanım buraları göstəranlayır. Mən də indi divan üstləri falan seyredəm. Bunların hamısını köşe böyle. Buna bak. Aşkım sen niye hele ediyorsun kızım? He? Hepimiz nedir? Onu orada yazır, bunu burada yazır, bunları burada dağılır. Ay Allah, ay Allah. Niye böyle değil dostlar? Bu tostların o kadar qəşəng tostlardı. Ben 2 tane tostların almıştım ama bunu daha çok sevdim. Daha çok beğendim. Burada kızlar temizlik işleri gelir. Nigar sağ olsun. Buranın qəşəng tostlarını temizləyir. Ben de kuxnadayım. Kuxnada işleri görürəm. Nigar buranı bir temizləsin. Ben de bu divan üstünü falan sərəcəm. Melis xanım da imkan vermir kızlar. Ailemi qatıb bir-birinə bu kız. Nigar xanım çok sağ olun. Nigar xanım əllərinizə sağlıq. Canım qadın. Təmizlik şirkəti bakın mənim. Duran kimi kızlar. Nigar qəşəng pəncərələri ailemi qatdı bir-birinə. Pəncərələri çiçəyə, gülə döndərdi. Meske, indi bunun altını tüstürəndik. Onun altı pambıq satardan girib dostlar. Siz bilərsiniz. Baba mən bilmirəm. Buna bax. Melis gəl bu tərəfə. Gəl bu tərəfə ömrüm. Yoxlarsın aşkım. Hə? O deyir ama. Hə. Sən də təmizlə kızım. İndidən öyrən. Təmizlə Melis.
Aferin, elə. Az o işləyəndir. Saçı qızlar təzə yığılıb. Siz Allah bunun saçının halına baxın. Aşkım, niyə eləyirsən? Bundan olsa necə? Bir imkan verməz ki, bir iş görülsün. Onunki anca töksün, dağıtsın, dəmirləsin. Birazdan qızlar, o dedim, nəticəni bölüşəcəm sizlə. Birazdan bölüşəcəm. Qızlar, buranı qəşəng təmizlədim. Nəfəsim kəsildi. Gedin indi gəlmə, yemək yeyək. Səhərdən hələ bir loxma yeməmişik. Gəlin baldız, ancaq evlər təmizləmişik. Yoruldum baya, nə yalan deyim. Elə axırıncı buraydı. Buranı təmizlədik. Melis xanım da deyirəm ki, qızlar özü yatmağı öyrənsin. Güya bu yatır da, güya. Demişəm, özü yatmağı öyrənsin. Melis, yat yaxşı. Bax, buvanı içdim, mama sağ buva verdi. İçdin. Haycan. Hə? Az ədyalı bıraq. Ay Allah, ədyal da özü ilə bərabər. Yatırsan özün? Yatırsan? Hə, başın qoy. Yat aşkım, başın qoy. Mama sənə öpücük versin mama. Gəl. Qəşəng qızlar, zaldan işimiz bitirdik. Sildik, toz soğanladıq. Buradan işimiz bitdi. Burada qazan düzəzinədir. Ləkəni çıxartmaq üçün onun içinə su batıb Nigar elə işləyir. Buralar da qəşəng təmiz oldu. Burada qəşəng təmiz oldu. Buna baxınca yatır. Neynisən? Sən yatmırdın? Hə? Sən yatmırdın? Yatmadın axı. Necə yatdın? Bu qız bildiyiniz bizim başımıza oyun açır. Neyse qızlar, buralar da qəşəng tərtəmiz, qablarımız falan yoxdur. İndi ordulan qabları da siləcəyik, yığacaq yuxarı, üfsün. Buralar da belə təmizdir. Yeməyimiz də hazırdır bu arada. Nigar xanım gəlsin. Melisqanda yeməyini rahat verdim. Bu da mənim sozum qızlar. Nigar gəlsin. Gəlin baldız yeyək. Tacir də burada Moykada maşını yuduzdurur. O da gəlsin də bir yerdə yeyək. Hə? Nigar, buna bax, güya yatır da. Bir də baxıram ki, qapını açıb özü üçün gəlir. Gəl, görüm ki də yataq, gəl. Başım oynatır. Onu gözün qabağından götürürüm ki, görməsin. Getdik yatmağa, gəl. Gəl aşkım. Bu deyir, mənim yanımda dur, sonra yatım. Hə, deyir, yanımda dur, sonra yatım. Tez çıx kravata, tez. Mama da yanında, tez ol. Tez çıx. Tez çıx, haydi. Hə, çıx aşkım. Çıx. Gəl görüm. 2 dəqiqə maması bunu yatızdıracaq. Gəl. Güya indi özüm öyrədirdim ki, qızlar yatsın da güya. Gəl görüm. Gəl. Həyatım necədir? Tam səmimi. Allah. Həqiqi bəyəndin? Mən də yedim, bəyəndim. Yumuşaq idi. Həqiqi. Əti çox qaynatdım. Tacir qızlar bunu deyim ki, həqiqətən də... Bəzən dişlər protezli qız. Yox, hər yeməyi bəyənmir. Yox, bəyənmir. Mənim həyat yoldaşım hər yeməyi bəyənmir. Bunu bəyəndirsə deməli, mən ücə arvadam. Tacir nə deyirsən? Mən ücə əsl arvadam. Əgər bunu bəyəndirsə, hə? Elə əsl arvadsın. Sağ ol həyatım. Görsən, bax, sən də tarif. Mən arvadam. Deməkdən Yaxşı sən mənim gözəl da. xanımsan. Həyat yoldaşısan. Gözəl qadınsan. Mən o sözü işlətdim, sən idin deyən. Mən balam elə deyirəm ki, Mən sən də məni mən oğlan. tərifləyəsən həyatım. Deyəsən ki, yox həyatım, arvad nə deməkdir? Qarışansan. Sən qavran deyilsən. Bəli. Avrat. Hə, axı sən qadınsan, qabilyan deyirsən. Baldız səncə necədir? Biraz baldızlar belə yav olur Şəkərini dostlar. çox atmışdım əslində. Şəkər? Bəyənmədim. Şəkər. Yeməyə şəkər atılır bacı. Əsl Canım baldız bal. Hə, qəsr bal. Şəkərini sən çox eləmişsən. Bax, hacı fərqə. Taz axşama sağ xaş bişirək. Ürəyin xaş istəyir. Yox, sizi deyib yalan. Bəşə başı belə, o başı belə şey deyim sənə, qızardım. O başı qızardım yeyirsən. Elə bir şırdandasan. Var. Hə, Desəm. səni bilsən Havanın eləyir. soyumağını gözləyim. Hə? Hava soyuyacaq bir ara. Eləyim elə axşam. Axşam soyuyacaq. Çöldə qəşə padın üstə yeyib. Ancaq istidir bu aralar. Yox, axşam soyuq olur axı.
Padnosta çıx ye. Gözəl, gözəl. Hı? Oh hey. Maşını düzürdün? Gözəl. Neyse, yeməyini rahat ye. Qamın adaqı. Kızlar yeməklər yeyildi, qutardı, qabları yudum. Min şükür, rahatlıq. Gedim indi biraz oturum, qəşəng ya da çıxım balkonda bir istəkan çay içim. Nigar gözlərəm, Nigar gəlsin. Gedək gəlin baldız. Qeybətləşə kofe çay içək. Tacir də getdi uşaqlarla görüşməyə. Mən də bu arada qızlar axşam 9-da diş həkiminə getməliyəm hələ. Qızlar gəldik videomuzun sonuna. İstəmədim evdə bütün işləri görə çəkim, sizlərlə bölüşüm, sizdə sıxım. Çünki çox vaxtı sıxılırsınız. Əgər sıxılmasaz, deyərsiniz, yazarsınız. Komentar bölməsində sizin üçün maraqlı ev vlogu çəkərəm. Neçə vaxt təmizlik vlogu paylaşmıram. Sıxılırsınız deyə. Ona görə əgər ürəyiniz istəyirsə, əslində mən təmizlik vloqlarına baxanda qızlar mənə motivasiya olur. Özüm də dururam, daha həvəslə iş görürəm. Yəni mənim özüm belə təmizlik vloqlarını çox sevirəm. Amma çox adam belə bezir deyə düşünürəm ki, amma neçə gündə ancaq orada paylaşım eləyirəm. Biraz da evdən paylaşımlar eləyim, hə? Biraz baxım videoları. Ümumiyyətcə qızlar, necə bir video istəyirsiniz? Baxım videosu və ya makyaj videosu, dəyişim eləyə bilərəm, maraqlı, yəni makyaj dəyişim eləyə bilərəm, maraqlı baxımlar eləyə bilərəm, nələr istifadə edirəm, onları göstərə bilərəm. Bilmirəm də, yəni bir sözlə ən çox nə gəlsə, komentar bölməsində ən çox nə tip video istəsəz, o tip video çəkəcəm. İnşallah Allahın izni ilə ağlımızda bir iki şey var, onu eləmək istəyirik, onu da sizlə bölüşəcəm. Bəri başdan demək mənə düşmür qızlar, gərək alınsın sonra deyim. Belə, amma başqa nə istəyirsinizsə, dediyim kimi komentar bölməsində yazarsınız, necə videolar istəyirsiniz. Makyaj videosu, dəyişim videosu, təmizlik vlogu, yemək videosu, nə istəyirsiniz onu çəkəcəm inşallah. Bir də mamanı soruşmuşsunuz. Qızlar, mamamı hamı soruşur. Xala hanı, xala rayondadır. Orada cücələri falan var. Baş qarışıb ora. İnşallah biz gedəcəyik Allahın izni ilə. Gedəndə də hamısını çəkib sizlə bölüşəcəm xalanız üçün. Xalanızı çoxlu çəkəcəm ki, baxın, darıxmısınız. Amma Aynur indi hal-hazırda rayondadır. Əgər görmək istəsəz, Aynurun kanalına da keçib oradan baxa bilərsiniz. Bizim toylarımız var deyə ardarda. Yəni toylar deyəndə, yəni dəhşət çox çağırıblar. Ora getməliyik. Ayın 23-ü, 24-ü, 26-sı. Hamısı da ardardadır. İnşallah ki, gedək məclislərdə iştirak eləyək. Ondan sonra da Allahın izni ilə gedəcəyik. Hamısını da sizlə bölüşəcəm. Belə. İstəyirəm yavaş-yavaş da videomuzu sonlandırım. Sizi çox sıxmayım. Başqa nə bilmək istəyirsiniz, dediyim kimi yazarsınız, mən də cavablandıraram. Sizi sevirəm arkadaşlar. Çalışın videoya baxanda like eləyib, yorum yazıb, kanala abunə olmağı unutmayın. Sizi çox sevirəm. Nə yaxşı ki varsınız. Nə yaxşı ki mənim izləyicilərimsiz. Allah sizi mənə, məni sizə çox görməsin. Sizi çox, amma çox sevirəm. Bu arada bacınız artıq Türkiyə trendinə düşüb. Artıq Türkiyə trendindəyim. Heç gözləmədiyim anda oldu qızlar. Min şükür Allaha. Shortsda paylaşımlar eləyirəm. Bəziləri yazır ki, niyə efirlərə çıxmırsınız, niyə qabağa getmirsiniz. Min şükür Allaha, onsuz da qızlar biz qabaqdayıq. Yəni bu qədər izləyicimiz, bu qədər kütləmiz, bizim mahnılarımız 30 milyon, 40 milyon izlənir. Min şükür Allaha, bu da hər biri sizin sayənizdədir. Öpürəm əllərinizdən. Təbii ki, sizin dəstəyiniz vasitəsiyləndir. Sizin dəstəyiniz olmasa heç vaxt biz irəli addımlaya bilmərik. Ona görə də sizin dəstəyiniz burada çoxdur. Amma Azərbaycanda min şükür, dediyim kimi, yetərincə tanınırıq. Həm bloger kimi, həm müğənni kimi. Əslində, blogerliyi mən özüm seçmişəm. Tacir əvvəl deyirdi ki, sadət blogerlik eləmək, ancaq müğənni kimi. Dedim, yox, mən gündəlik həyatımı dostlarla paylaşmaq istəyirəm. Bu mənim üçün, necə deyim, bir yaşam tərzi oldu. Yəni, vlog mənim üçün bir başqadır. Ona görə mən gündəlik həyatımı sizlə çəkirəm, bölüşürəm, nələr eləyirəm, necə oldu. Mənim özüm üçün də çox maraqlıdır və özümün də başım qarışır.
Yəni tək müğənni kimi istəmədim fəaliyyət göstərək. Ondan əlavə istədim bloger kimi də. Çünki mən lap öncələrdən də elə bloger kimi, yəni başlamışam. Səhifə açmışam, bloger kimi paylaşımlar eləmişəm. Ona görə istəmədim ki, blogerliyin başına atım. Bir də bu arada məndən çoxunuz soruşursunuz. Mən mədəni maarifə getmişəm. Gülkavari Ələkbərli bu da mənim sinif yoldaşım olub. Yəni min şükür Allaha mən musiqiyə getmişəm. Sadəcə davam elətdirə bilmədim musiqini. Bəzi səbəblərdən davam elətdirə bilmədim. Amma yəni musiqiyə getmişəm. Və dediyim kimi çox yazır ki, bunu qabağa çəksinlər. Bu deyəndə yəni Səadət xanımı qabağa çəksinlər, dəstək olsunlar. Qızlar, valla özüm verilişlərə çıxmaq istəmirəm. Yəni istəsəm bu dəqiqə hamısına da çıxa bilərəm. Şükür Allaha. Hamısı da yəni dəstək olar. Sadəcə mən onsuz yetərincə tanınıram sosial şəbəkədə. Bu dəqiqə efirlər bilirsiniz də, yəni nə hala qalıb. Onun dərdindən adam çıxmaq istəmir. Bir-iki dəfə çıxdıq, elə suallar verdilər ki, yəni dəxlisiz, güya, nə bilim. Yəni ona görə efir istəmirəm. Amma belə dediyim kimi, min şükür Allaha, izləyicilərimiz yetərincə bizi tanıyır və yetərincə sevilirik. Nəysə, biraz çox danışdım. Sizi çox sevirəm. Təzə mahnılar gəlir, təzə işlər gəlir. Təbii ki, mənim başım qarışıb vloglara mahnılar yaddan çıxıb deyə bir şey yoxdur. Sadəcə biraz problemlər var idi, bilirsiniz, belə. Ona görə yəni mahnıları dayandırmışdıq. İnşallah bacımız təzə mahnı oxuyacaq. Tacir özü tək oxuyacaq, mən də tək oxuyacağam. Niyə tək oxuyacağıq? Çünki neçə vaxt ancaq düet. Qızlar, istəyirik ki, biraz tək mahnılar çıxardaq. Mən öz kanalıma vuracağam, Tacir də öz kanalına vuracaq. Mənim 2 dənə mahnım var, artıq almışam. Sözləri Həbib Azərə aiddir, musiqisi də həmçinin. İndi inşallah Allahın izni ilə yavaş-yavaş çalışacağam ki, mahnılarımızı çıxardım, qəşəng kliplər hazırlayım. Ola bilər sizi bir tık ağlada bilərəm, o da eyb yox. Ara sıra qəmlənmək lazımdır qızlar. Yaman çox danışdım, 6 dəqiqə danışdım. Nəysə qızlar, əgər bizi sevirsinizsə, kanalımıza abunə olub, bildirimləri açıb, yorum yazıb, bol like eləyib, sonacan izləməyi unutmayın. Sizi çox sevirəm, yaxşı ki varsınız, yaxşı ki mənim izləyicilərimsiz. Öpürəm sizi, bağrıma basıram, böyüklərimizin əllərindən, kiçiklərimizin yanaqlarından. Allah'a əmanət olun. Hələlik.